Toyuma sayılı günlər qalmışdı. Biz gəlinlik onu seçməyə getmişdik. Həm də ki, bəzi adət-ənənələrə lazım olan əşyaları almağa və ləmpə almağa getmişdik. Ləmpəni seçdik. Aldığımız zaman elə ordaca ləmpənin şüşəsi düşdü və qırıldı. Çox üzüldüm. Hamı, nə pis oldu dedi və heç an keçmədi üzərindən. Dedim ki, eybi yox, yenisini alacağım. Yenisini aldım. Düzdür, orada hər kəs deyirdi ki, heyf, niyə qırıldı? O çox pis bir şeydi, bədbəxtçilikdir. Məhəl qoymadım ilk aylarda, ilk günlərdə daha doğrusu. Sonra artıq ailə qurandan sonra gördüm ki, heç nə yolunda getmir və 3-4 ay sonra ailəm dağıldı. Həqiqətən də qızlar, bu olmuş bir hekayədir. Bir xanım direktimə yazıb və sizcə toyun adət-ənənəsinə uyğun olaraq ləmpə və yaxud da güzgü hər hansısa biri toy günü, toydan qabaq, nə bilim, alınan günü və yaxud da toydan sonra qırılarsa ailə dağılarmı? Bunu ailənin dağılması ilə birləşdirmək, bağlamaq olarmı? Mən inanmıram əslində bir əşyanın insanın taleyi ilə əlaqələnməsini, amma bu çoxdanın adət-ənənəsidir. Düzdür, mənim də 1 il yarım olar güzgüm qırılıb, amma mən heç də bu barədə düşünmürəm də, heyfslənmirəm də, takılmıram da. Çünki insanlar öz həyatlarını, öz taleylərini, öz qismətlərini özləri yazır mənim düşüncəmcə. Və mən elə düşünürəm ki, insanın ağlı var, məntiqi var, beyni var, öz seçimini özü seçməli və öz taleyini özü qurmalıdır. Belə qızlar. Və keçək mənim işimə. Daha doğrusu siz də deyin görək belə bir şeylərlə rastlaşmısınızmı və inanırsınızmı? Və takip etsəniz çox sevinərəm. Həqiqətən də hər bir xanım takip etsə belə maraqlı hekayələr çox olacaq. Və mənimlə ayda 1000 manatdan çox maaş almaq istəyən xanımlar, qazanmaq istəyən xanımlar müraciət edə bilər direktimə, gəlsin işləsin mənim.